Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Qış üçün albalı döyməcə hazırladım, istədim sizlərlə də paylaşım. Təbii ki, YouTube kanalında albalı döyməci çoxdur. Mən özüm hazırladığımı sizlərlə paylaşıram. Albalı döyməcini hazırlamaq üçün əvvəlcə bu cür albalını yuyub təmizləmişəm. Albalı döyməcinə lazım olan ərzaqlar: 2 kiloqram təmizlənmiş albalı, 2 baş sarımsaq, 2 yemək qaşığı duz, turşu duzu, 1 yemək qaşığı şəkər tozu, 1 dəstə reyhan, 1 dəstə nanə, 1 dəstə cəfəri. Əvvəlcə albalının tumlarını bu cür sancaqla çıxarıram. Ümumiyyətlə mən həmişə albalının gilasın tumlarını bu cür sancaqla çıxardıram. Tumları bu cür asan, çox rahat formada çıxartmaq olur. Albalını təmizləyəndən sonra üzərinə duzla şəkər tozunu əlavə edirəm. Sirkələyirəm ki, duz, şəkər tozu albalının canına keçsin. Duz albalını daha tez sulandırır. Sonra isə sarımsağı çox xırda olmayaraq bu formada doğrayıram. Doğradığım sarımsağı albalının üzərinə əlavə edirəm. Yuyub hazırladığım göyərtilərin baş hissəsini kəsirəm. Göyərtiləri orta ölçüdə doğrayıb albalının üzərinə əlavə edirəm. Əvvəlcə cəfərini doğrayıram. Eyni qayda ilə reyhanı və nanəni doğrayıram. Doğradığım göyərtiləri albalının üzərinə əlavə edib əzmədən ehtiyatla qarışdırıram. Qarışdırdıqca hazırladığım bu məzənin ətri ətrafa çox gözəl yayılır. Ağzını örtüb yarım saat 40 dəqiqə gözləyirəm. Hazırladığım albalı döyməci artıq yaxşı sulanıb. Çox gözəl görünüşü və qoxusu var. Adətən hazırladığım bu cür məzələri mən balaca bankalara yığıram. Hazırladığım albalı döyməcini əvvəlcədən sterilizə etdiyim bankalara yığıram. Yayda hazırladığım bu cür məzələri istədiyim vaxt yeməklərin yanında servis edirəm. Belə məzələr əsasən kabab, plov kimi yeməklərə daha gözəl dad verir.
Bir qazanın içinə dəsmal qoyub, üzərinə bankaları yığıram. Bankaların qapaqlarını bağlamamaq şərti ilə qoyub, qazana su əlavə edirəm. Su ilə bankaların temperaturu eyni olmalıdır. Bankalar istidirsə isti su, soyuqdursa soyuq su əlavə etmək lazımdır. Qazın üstündə orta xodda 25-30 dəqiqə qaynadıram. Bankaları bir-bir götürüb, havasını çıxararaq, ağzını təzə sterilizə etdiyim qapaqlarla bağlayıram. Bankaları başı aşağı çevirib, qapağın möhkəm bağlanıb bağlanmadığını yoxlayıram. Hazırladığım bankaları başı aşağı yığıb, üstünü ədyalla örtürəm. Bu da mənim hazırladığım albalı döyməci. Göz haqqınızı halal edin. Hazırlayan hər kəsə nuş olsun. Videonu bəyənib kanala abunə olmağı, rəy yazmağı unutmayın. Abunə olun ki, növbəti videolarımdan xəbərdar olasınız. Hələlik.